Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Salam, hər vaxtınız xeyir olsun. EMTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün onkoloji xəstəliklərdən danışacağıq. Təbii ki, bu geniş bir xəstəlik haqqında geniş formada məlumata sahiblənmək üçün studiyamıza dəyərli mütəxəssis dəvət etmişik. İlk olaraq onu sizə təqdim edim. Azərbaycan Respublikasının baş onkologu, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli. Doktor, xoş gəldiniz. Əvvəla o dəyərli zamanınızı ayırıb bizim dəvəti qəbul etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm və buradan bu gözəl şəraiti və fürsəti bizə yaratdığınız üçün insanları sağlam şəkildə maarifləndirəcəyik deyə sizə böyük bir təşəkkür düşür. Təbii ki, bu xəstəliyin adı gələndə belə xüsusi insanda belə deyək də, bəzilərimizdə qorxu, xofu var, bəzilərimiz ümumiyyətlə bu haqda danışılmağını istəmirlər. Bu haqda danışdıqca insanlar maariflənməkdən qaçırlar, yayınırlar, amma bir xəstəlik haqqında daha doğru düzgün danışdıqca o xəstəliyin ömrü də azalmış olar deyə düşünürəm. Ona görə də icazənizlə ilk sualım olacaq. Ümumiyyətlə, onkologiya nədir? Bu anlam bizə nəyə itibar edir? Buyurun. Çox sağ olun. Əvvəla mən sizə təşəkkür edirəm ki, siz dəvət eləmişsiniz bizi. Axır ki, onkoloji xəstəliklər televiziyanın yadına düşüb. Çox sağ olun. Sizə və sizin bütün televiziyanın əməkdaşlarına, rəhbərliyinizə. Həqiqətən də maarifləndirmə tərəfdən çox yaxşı bir verilişdir. Siz bayaqlar maarifləndirmədən insanlar çəkinirlər. Yox, mən açığın deyim də, heç maarifləndirmə var ki, insanlar da çəkinsin. Maarifləndirmə yoxdur axı. O ki, qaldı bu onkologiyaya, bilirsiniz, düzdür. Onkologiya deyəndə insanlar həqiqətən biraz xoflanırlar, qorxurlar. İndi bu onkoloji problem həmişə olub, bir gün də var. Amma sabah olub olmayacağını heç kəs deyə bilməz. Çünki bu xəstəliyin tam etiologiyası, yaranma səbəbi dünyada bəlli deyil. Bu heç də o demək deyil ki, artıq bu xəstəlikdən üz döndərmək lazımdır. Əgər bu xəstəliyin diaqnozu təsdiq olundusa, insanları başqa bir istiqamətə yönəltmək lazımdır. Xeyr, bu əsla belə deyil. Bu onkoloji xəstəliklər də digər xəstəliklər kimi tam sağalma qabiliyyətinə malik olan bir xəstəlikdir. Onkologiya dediniz bayaqlara, onkologiya nədir? Onkologiya təbabətin xüsusi bir bölməsi və mən deyərdim ki, ən çətin və ən maraqlı bir elm sahəsidir. Onkologiyanın özünün şiş məfhumunun özünün də bir tərifi var. Yəni, toxumaların hüceyrəvi elementlərinin sürətlə çoxalması ilə xarakterizə olunan və orqanizmin tənzimləyici mexanizmlərinin təsiri ilə məhdudlaşmayan patoloji bir prosesdir bu. Buna diqqətlə qulaq asıb da, yəni burada hüceyrə səviyyəsində gedir bütün proseslər və o qədər aqressiv gedir ki, digər orqanizmin tənzimləyici mexanizmləri ilə o razılaşmır. O razılaşmır. İndi görün, burada nə qoydu bir maraqlı elmdir bu. Bunun üzərində daima çalışmaq lazımdır. Bir belə elm sahəsində araşdırmalar aparılıb, bugünkü gün bir belə böyük bir müsbət nəticələrə gəlmək olub ki, istər cərrahiyyəsində, istər şüa terapiyasında, istərsə də kimyoterapevtik müalicələrində çox böyük, dünyada olduğu kimi, həmçində bizim Azərbaycanda çox böyük nailiyyətlər əldə olunub. Ümumiyyətlə, onkologiya, onko, şiş, logos, elm deməkdir. Yəni, şiş haqqında elm. Bu şiş məfhumu bizdə deyərdim, ta qədimdən, dədə-babadan bu xəstəliyə tamam başqa yanaşmalar olub. Mən də bunları o qocalardan soruşduğumdan, köhnə ədəbiyyatlardan deyirəm sizə. Yəni, şiş xəstəliyinə əvvəllər yaman yara deyiblər. El arasında bu xəstəliyə yaman yara deyiblər. Belə həqiqətən belə götürəndə də məfhumda uyğunluq var, yaman yara. Və sonradan bu təkamül, dilimizin
təkmilləşməsi və elmin təkmilləşməsi, bəli, şiş haqqında elm gəldi oldu onkoloji elm. Bu şişlər özləri iki yerə bölünür. Həm xoş xassəli şişlər, həm də bəd xassəli şişlər. Məsələn, xoş xassəli şişlərdə metastaz vermək qabiliyyəti yoxdur. Yəni, yayılsın, başqa bir orqanı zədələsin. Xoş xassəli şişlərdə o yoxdur. Amma bəd xassəli şişlərdə məsələn, yayılma qabiliyyətinə malikdirlər. Xoş xassəli şiş deyəndə, yəni o da onkologiyaya aid olan bir prosesdir. O da onkologiyaya aid olan bir prosesdir. Bəd xassəli şişlərin özünün metastaz vermə qabiliyyətləri var. Yəni, onlar da hematogen yolla yayıla bilirlər, limfogen yolla yayıla bilirlər və s. Yəni, burada söhbət istəyir hansı yolla getsin, xəstəliyin vaxtında aşkar olunmasına gəlib nail olmaq lazımdır. Amma bu cəmaatı bir xof halına gətirib salan isə, necə deyim valla, məsələn, bugünkü gün mən açığın götürəndə biraz televiziyalarımızı necə deyim sizə, tahsilkar sayıram. Nəyə görə? Çünki bugün ən güclü ideoloji maşın televiziyalarımızdır. Çünki şükürlər olsun, görün nə qədər bizim televiziya kanallarımız var. Amma çox əfsuslar olsun ki, bizim televiziyalarımız Azərbaycan məkanında musiqiçilərdən, müğənnilərdən başqa bir elm adamı tanımırlar. Mən açığını deyirəm həmişə. Bunu da qoyduq bir tərəfə. Amma onkologiyaya gələndə mən bayaq dedim, bu təbiətin xəstəliyidir. Yəni bununla tam insan yarandığı gündən, canlı aləm yarandığı gündən digər xəstəliklər kimi bu xəstəlik də olub. Mən deyim sizə, hətta ədəbiyyatlarda da var, qazıntılar zamanı görün, dinozavrlar neçə milyard illər bundan öncə yaşayıblar. Onların qazıntı zamanı sümüklərində şiş aşkarlanıb. İndi bu demək deyil ki, dinozavrların hamısı bu xəstəlikdən dünyalarını dəyişiblər. Yox, yəni sözümü ona gətirirəm ki, bu bütün canlı orqanizmalara, məsələn, ağaçlarda da olur, heyvanat aləmində də olur. Məsələn, ağaçlarda taca bənzər fır deyirlər. Bax, o, məsələn, ağaçlara məxsus olan bir şiş xəstəliyidir. Və o cümlədən də insanlarda. İnsanlarda ona görə çox təsadüf olunur ki, bir günləri, məsələn, yer üzərində görün milyardlarla insan var. Və durmadan da şükürlər olsun ki, insanların sayı artır və təkamül, şuur. Məsələn, biz bir belə elm texnika inkişaf olunub. Elədir. Açığın mən sizə deyim ki, nə qədər inkişaf eləyiriksə də, bir qədər də onun biraz arxa tərəfi var. Yəni, mənfi cəhətləri də olur, o mümkün deyil onsuz. Məsələn, gəlin götürək ekoloji problemləri. Elədir, havanın natəmizliyi. Hələ mən sizi inandırım ki, bir belə bizim ölkəmizdə maşınların olmağına baxmayaraq, digər ölkələrlə müqayisədə bizim ekologiyamız onlara baxanda çox-çox təmizdir. Və digər tərəfdən qidalanma faktorunu götürək. Məsələn, hamı deyir ki, təbii qidalardan çox istifadə eləmək lazımdır. Razıyam, bəs yaxşı, hardan tapaq o təbii qidaları? Harada onu satırlar? Yəni, biz istər-istəməz, əgər mağazində, marketlərdə satılan məhsullardan istifadə ediriksə, istər un məmulatlarından, istər nə deyim, soyuq içkilərdən və yaxud da yediyimiz qidalardan istifadə ediriksə, istər-istəməz orqanizmada o tərkibində olan maddələrə qarşı artıq adaptasiya yaranır. Yəni, biz onu mənimsiyirik. Artıq biz onu mənimsiyirik və orqanizmamızda ona istər-istəməz alışır. Bir maraq yaranır və tələb edir. O qədər alışırıq ki ona. Məsələn, bir təbii qida tapanda onu biz qəbul eləyəndə, necə deyim, biz onu bəlkə də ləzzətlə elə qəbul eləyə bilmirik. Bu hamısı öz yerində. Amma o ki, qaldı onkologiyaya, onkologiyada yenə deyirəm, digər xəstəliklər kimi sağalmağa malik bir xəstəlikdir. Sadəcə burada xəstəliyin vaxtında diaqnozunu qoymaq, müalicə taktikasını düzgün seçmək və bunların da hamısının həyatda keçirilməsi üçün əlbəttə ki,
mütəxəssisə, doğru, düzgün onkoloqa mütəxəssis müraciət etmək Bəli. lazımdır. Doktor, genetik faktorlar əsasında xəstəliyin yayılması nə dərəcədə realdır? Əgər bir anada, təbii ki, bir xanımdan gedirsə, anada, onun nəslində olacaq xala və yaxud da bağlarda bunlar varsa, bu mütləq həmin o gələcək nəsil nümayəndələrinə yansıması mütləqdirmi? Yoxsa o göstərici o demək deyil ki, yəni onlar bundan əziyyət çəkib, hətta dünyalarını dəyişib deyə, biz də onun daşıyıcısıyıq deyə. Siz Zülfiyə xanım, həyatda mütləq sözünün arxasında iki məfhum durur. Yaranmaq və bir də getmək. Bu mütləqdir, bundan o yana yoxdur. Qalan həyatda hər şey nisbidir. Düzdür, yaranan bir gün bu dünyanı tərk etməlidir. Yaranmalıyıq, getməliyik. Mütləq budur. Amma sizin dediyiniz o bir amildir. O bir amildir. Anada olubsa qız evladında olacaq, atada olubsa oğul evladında olacaq. Bunlar hamısı nisbidir. Amma buna baxmayaraq, yəni elmdə bunun özünün xüsusi bir yeri var. Bu günləri çox şükürlər olsun ki, həmçinin bizim ölkəmizdə molekulyar genetik analizlər aparılır. Yəni mən sizə deyim ki, hətta bizdə bir qadın gəlmişdi, onun anasında da südvəsində bədxassəli proses olmuşdu. Biz onu yoxladıq, orada faiz nisbətində götürülür və böyük nisbətdə, yəni bu xanımın nə vaxtsa bu xəstəliyə tutulma ehtimalı var idi. Bu ehtimal da o demək deyil ki, siz mütləq bu xəstəliyə tutulacaqsınız. Xeyr, bu bir ehtimaldır. O bizim analizlərə biraz belə nikbin baxdı, inanmadı, götürdü, apardı 2 dənə xarici ölkəyə. Həmən biz deyənləri də o xarici ölkələr təsdiq elədilər. Sadəcə o xanım nə edir? Vaxtında gedir öz süd vəzlərini mütəxəssisdə, mamoloqda yoxladır. Daha başqa bir həkimlərə müraciət etmir. Bugünkü günə kimi də şükürlər olsun ki, heç bir patoloji proses aşkarlanmayıb, öz həyatını normal şəraitdə davam etdirir. Yəni, sizin dedikləriniz var. Mən onları həm qəbul edirəm, həm də necə deyim sizə, onunla da cəmaatın ürəyinə bir xal salmaq lazımdır. Bəli, yəni o var deyə mütləq deyil ki, olacaq. Bir də bu ay doktor süd vəzi xərçənginə mübarizə ayıdır. Təbii ki, bu aya görə böyük bir çağırışlar olunur. Mən nəyə toxunmaq istəyirəm? Baxın, çox həssas bir məsələ var burada. Ümumiyyətlə, bu onkoloji xəstəliklər haqqında kimlər danışmalıdır? Ən yaralı yerimiz, bax, bugün budur. Bəzən başqa sahənin ixtisasçıları bu xəstəliyin morfologiyasını və təhlilini o qədər öz aləmdə dırnaqarası gözəl təhrif edirlər ki, baxanda bəlkə də bunlar elmi peşəkarlığa heç də dayanmır. İnsanların da yanlış maariflənməsi sonradan, baxın, ciddi xəstəliklərin vüsət almasına gətirib çıxartdı. Kimlər bu haqda danışmalıdır? Bu xəstəlik. Əlbəttə ki, mütəxəssis danışmalıdır. Onkologiya haqqında əlbəttə ki, onkoloqun danışmağı daha məqsədə uyğun olardı. İndi var, bilirsiniz necədir? Respublikamızın prezidentinin onkoloji xəstələrə yardım haqqında qanunu var. Və o qanunda da yazılır ki, onkoloji xəstələr yalnız onkoloji müəssisələrdə, onkoloji tibb müəssisələrində müayinə müalicə olunmalıdırlar. Bu bir mənalıdır. İndi nə deyim valla, bu qanuna riayət etmək lazımdır. Əlbəttə ki, biraz deyirsiniz ki, danışmaq. Mənim bir rəhbərim olub, Allah ona rəhmət eləsin. O həmişə deyirdi ki, ay bala, xəstəyə xeyir verə bilmirsənsə, ziyan da vurma. Yəni, bilməmək ayıb deyil. Onu gedərsən, oxuyarsan, öyrənərsən. Amma bilməyə, hansısa bir məsləhət vermək və yaxud hansısa bir müalicəni o adama yazmaq, əlbəttə, bu artıq günahdır. Belə şeylərə getmək olmaz. İndi, necə deyim sizə, var da şükürlər olsun, o qədər bizim xəstəxanalarımız var ki, bir yana baxanda biz, necə deyim sizə, azad ölkənin azad vətəndaşlarıyıq və hər kəsində azad seçim etmək hüququ var. İndi müalicə üçün bizə gəlmir, başqa bir yerə gedir. Amma gedəndə də heç olmasa ixtisaslaşmış onkoloqun yanına geçsin. İxtisaslaşmış onkoloqun yanına geçsin. Bilirsiniz, bu onkologiya, onkoloji xəstəliklər
özü də həssas bir xəstəliklərdir. Və o xəstələr özləri də çox həssas olan insanlardılar. Və inanın ki, çox ziyalı bir insanlarımız var ki, onkologiyanın adı gələndə deyir, yox, mən o xəstəxanaya getmirəm, gedirəm başqa xəstəxanada. Gedir başqa xəstəxanada, əməliyyat olunur. Bilirsiniz, onkoloji qaydalar var, onkoloji prinsiplər var. Onlara tam riayət etmək lazımdır. İstər əməliyyatında, istər kimyoterapiyasında, istərsə də şüa terapiyasında. Məsələn, bugün bizim Milli Onkologiya Mərkəzi həmin bu müalicə üsullarının üçü də çox yüksək səviyyədə təkmilləşdirilmiş bir formada fəaliyyət göstərir. İndi burada bir məsələ var. Bilirsiniz nədir? Əməliyyat vaxtı. Məsələn, o da Azərbaycanda onkologiyanın inkişafından xəbər verir. Şiş çıxarıldıqdan sonra həmin şiş təcili olaraq göndərilir laboratoriyaya və kəsilmiş sahələrə diqqətlə morfoloqlarımız, histoloqlarımız baxırlar. Əgər kəsilmiş sahələrdə şiş toxuması, şiş hüceyrəsi varsa, əməliyyat davam etdirilir. Yoxdursa, artıq əməliyyatı bitmiş hesab etmək olar. İndi bizə də müraciət edən xəstələrin çox böyük bir qismi digər yerdə əməliyyatları eləyirlər, əməliyyat olunurlar. Müəyyən bir müddətdən sonra, 3 aydan sonra mı, 5 aydan sonra mı, 6 aydan sonra mı, həmən əməliyyat nahiyəsində residiv şişin əmələ gəlməsi ilə artıq bizə müraciət edirlər. Yəni, həmən anda o xəstənin müalicəsində də həkimlər də çox çətinlik çəkirlər. Ona görə mən deyirəm ki, yəni, ixtisaslaşmış müəssisədə bunların ixtisaslaşmış həkim tərəfindən, onkoloq tərəfindən müalicə olunmaları əlbəttə ki, daha məqsədə uyğun olardı. Bir də bizdə dediyiniz kimi cərrahi əməliyyatlar var ki, məsələn, hansısa bir mərhələsində bu onkoloji xəstəlik mütləq göstəriş əməliyyatdır, deyilmi doktor? Yəni, artıq müalicəyə tabi olması gecikmiş dönəm sayılır. Yox. Bax, ona görə də bizdə, mən necə deyim sizə, bütün xəstəxanalarda onkoloji əməliyyatları həyata keçirdirlər. İndi gəlin, baxaq görək, onlar onkoloji o prinsiplərə uyğun onu həyata keçirdirlər. Və hər müraciət edənin əksəriyyəti cərrahi əməliyyata göstəriş alır. Yox, o mütləq deyil. Bəla orada başlayır bəlkə də. Mütləq deyil. Biz bugün Avropa-Amerika protokolları ilə işləyirik. Məsələn, xəstə var ki, onun müayinələrinin nəticələrinə əsas. Məsələn, süd vəsindən danışdıq bayaqları, düzdür. Süd vəsinin bədxassəli prosesidir. Hələ bizim, elə bir xəstə ilə mən özüm də rastlaşmışam. Dəfələrlə narahatçılığını bildirdi. Biz ona dedik ki, protokola uyğun olaraq əvvəl sizə kimyoterapiya müalicəsini aparmaq lazımdır. Ondan sonra təkrar müayinə olunursunuz. Müayinənin nəticəsindən asılı olaraq sizə cərrahi əməliyyat təklif olunacaq. Bu xanım əl çəkmədi ki, yox, mən tez əməliyyat edeyim. Çıxdı, getdi başqa bir ölkəyə. Getdi həmən ölkəyə gedən kimi bunun süd vəsini götürdülər. 3 aydan sonra həmən qadın qayıtdı, gəldi böyük bir törəmə ilə əməliyyat nahiyəsində. Axı, biz ona dedik olmaz. İndi birinci etapda cərrahi əməliyyat mütləq deyil. Məsələn, götürək düz bağırsağın bədxassəli törəməsini. Orada da əsas rol oynayan, bilirsiniz, histoloji müayinənin nəticəsidir. Histoloji müayinənin nəticəsi. Histologiyaya gələndə A hərfindən tutmuş ya hərfinə kimi bədxassəli prosesdə şişlərin növləri var. Biz onları aydınlaşdırmaq lazımdır. Hər bədxassəli şiş qoyulub bana götürək bunu əməliyyat eləyək. Xeyr, o düzgün deyil. Məsələn, düz bağırsağın xərçəngi var ki, birinci etapda şüa müalicəsi aparırsan. Ondan sonra əməliyyat təklif edirsən. Və yaxud şüa müalicəsini kimyoterapiya ilə bir yerdə aparırsan. Kombinə olunmuş şəkildə. Və gözəl də nəticə əldə edirsən. Gözəl, amma digər xəstəxanalarda bunlar yoxdur. Heç onların o şəraitləri yoxdur. Açığım mən deyirəm, mənim həmkarlarım inciməsinlər. Ancaq bu həqiqətdir, bu belədir. Ona görə də mən təklif edirəm ki, birincisi, insanlarımız vaxtında müayinələrini olunsunlar. Siz vaxtında diaqnoz qoyanda o xəstəliyi
tam müalicə eləmək də çox asan olur. Burada yaşın fərqi var, yoxsa doktor, məsələn, yaşın görə müalicənin tətbiqi, yoxsa təbii ki, xəstəliyin ağırlıq dərəcəsinə görədir? Məsələn, bəzən də biz az yaşlılarda olur, deyirik ki, uşaqdır, bunun hələ müalicə tabi olan yaşı deyil, müəyyən zaman keçsin sonra və yaxud da yaşlı insanlar var ki, bu xəstəlik daşıyıcıdırlar və düşünürlər ki, bu yaşımda müalicə etsəm belə nə karı olacaq kimi. Bax, bu düşüncələr, ona görə deyirəm ki, bu sahə bəlkə də yeganə sahədir ki, doktor, bizim burada doğru bildiyimiz çox yanlışlar var. Yanlışlarımız əlbəttə ki, çoxdur. Siz bilirsiniz necədir? Məsələn, bizdə hər həftənin birinci günü mərkəzin ümumi konsiliumu olur. O konsiliumda da mərkəzin bütün şöbə müdirləri iştirak eləyir və orada konsiliumu yaratmaqda məqsəd nədir? Diaqnozu çətin qoyulan xəstələri orada təqdim eləyirlər. Bütün hamı yığışır, xəstəni müzakirə eləyir, müalicə taktikasını seçir. Yəni, bu həmişə olmur da. Yəni, eləçinə hallarla biz elə hallarla biz rastlaşırıq. Bəli. Bunun üçün, indi siz təsəvvür edirsinizmi ki, 95 yaşında insan xərçəngdir? Bəli, əslində təsəvvür et. Bəli, 85 yaşında insanda xərçəng aşkar olunur. Yəni, yaşı götürəndə, məsələn, 50 yaşdan yuxarı əlbəttə ki, daha çox təsadüf olur. Mən elə bu əslində çox geniş yayılmış bir mövzudur. Mən sizi çox xahiş edəcəm, reklam fasiləmizdən sonra bu haqda fikrimizi davam eləyək. Bizim reklam aramız var. Qısa aradan sonra yenidən buradaya xatırladaq ki, biz bugün onkoloji xəstəliklərdən danışırıq. Qonağımız isə Respublikanın baş onkoloqu Azad Kərimli. Reklamlar. Reklam fasiləsi bitdi, müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, biz bugün onkoloji xəstəliklərdən danışırıq. Qonağımız isə Respublikanın baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlidir. Mövzuya keçməzdən öncə icazənizlə qısaca olaraq mən verilişimizin baş sponsoru Best Beef ət və ət məhsullarına dərin təşəkkür etmək istəyirəm. Elite Food Company 2002-ci ildə Best Beef adı markası altında bir neçə növlü çeşidli ət və ət məhsullarının istehsalı ilə məşğuldur. Artıq bu günlərdə Şərqi Zəngəzur və Qarabağımızdakı istehsalçıların belə ixtiyarına buraxılmışdır. Yüksək keyfiyyət, yüksək kalitəyə söykənəcək həmin qidaların məhz istehsalına görə sizə dərin təşəkkür düşür. Best Beef sənin seçimin. Doktor, təbii ki, bütün demək olar xəstəliklərin biz morfologiyasına toxunuş etdik, genetik faktoru da burada vurğuladıq, müalicə üsulun, terapiya üsullarını da vurğuladıq. Nədənsə uzun illərə söykənəcək bir axın demək olar ki, yarandı ki, xaricə bu həmin xəstəliklə bağlı müalicənin daha uğurlu seçim deyə bir düşüncə formalaşdı. Və hər kəs, deyərdim ki, bu xəstəlikdən əziyyət çəkən insanların böyük bir faiz göstəricisi xarici ölkələrdə bunun çarəsi var deyə ora yollanmağa başladı. Təbii ki, bu göstəricilərin daha çox mən deyərdim ki, hesablamaları onu göstərdi ki, heç də uğurlu nəticələr əldə olunmadı və sonradan geri dönüş edib məhz bizdə həmin onkologiya mərkəzində bunu davam etdirən, hətta əməliyyatını yeniləyən insanların sayı çoxaldı. Bu nədən qaynaqlandı ki, bu xaricə bir axının yaranması, bu bir insanlara bir çağırışın kökündə nə dayandı sizcə? Mən biraz açıq deyim də sizə də bilirsiniz necədir, bizdə bir prinsip var, bir qonşudan qalmadı ala. Mən sizi inandırıram ki, insanlar tanıyıram ki, ev heyvanına kimi satıb çıxıb gedib başqa ölkədə müalicəyə. Bəli. Amma əvvəl axır bizə qayıdır. Bəli, evini satanlar oldu. Gələndən sonra da gəlib deyir ki, mən bilsəydim elə əvvəldən bura tam doğru. Mən özümüzü tərifləmirəm, əsla. Sadəcə, bilirsiniz necədir? Bayaqları demişdim, yenə təkrar edirəm. Biz azad bir ölkənin, azad vətəndaşlarıyıq və hamının azad seçim etmək hüququ var. Onlar onu əldə edirlər, gedirlər. Mən getmə demirəm. Ancaq onkologiya elə bir sahədir ki, mən bu günləri durum, valla, necə deyim sizə, Azərbaycan onkologiyasında yaradılmış şərait, biz o qədər xaricdən qonaqlar gəlirlər ki, bax, biz bu yaxınlarda elə iyun ayında Türk dilli ölkə onkoloqlarının birinci konferansını keçirtdik. Bütün Orta Asiyanın aparıcı mütəxəssisləri, onkoloji mərkəzlərin direktorları, Türkiyənin özündən
o qədər qonaqlar oldu ki, onlar gəldilər, bizim onkoloji mərkəzi ziyarət elədilər və həqiqətən bəyəndilər. İstər avadanlıqlar sarıdan, istər aparılan müalicə sarıdan, yerinə yetirilən əməliyyatlar, hamısı yüksək səviyyədə. İndi bax, artıq son 2 həftə ərzində mərkəzdə robotik əməliyyatlar həyata keçirilir. Məsələn, Da Vinci deyilən aparat var. Onun vasitəsilə robotik əməliyyatlar həyata keçirilir və ayın 16-sında da Allah qoysa, yəni təsəvvür eləyin ki, məsələn, Kitaydan əməliyyat olunacaq bizim xəstə. Xəstə buradadır, ancaq Kitaydan professor və bir də bizim şöbə rəhbəri ikisi bu əməliyyatı burada yerinə yetirəcəklər. Robotik əməliyyat. Yəni, artıq bu dünya praktikası bizdə artıq tətbiq oldu. Onkologiya buna da nail olur Allah qoysa. Məsələn, bizdə şua terapiyası deyilən bir geniş şöbəmiz var, hansı ki, onkoloji xəstəliklərin müalicəsində əsas yerlərdən birini tutur. Bizim avadanlıqlarımız dünyada yeganə varyan şirkətidir ki, Amerikanın varyan şirkəti. Bu şirkət ən güclü tibbi texnologiyalar şirkətidir. Yəni, bizim şua avadanlıqlarımız hamısı şirkətin avadanlıqlarıdır. Və demək, mütəxəssislər tərəfindən Avropada 6-cı ölkə bizim Milli Onkologiya Mərkəzi seçildi ki, yəni, həmən təkmilləşdirmə bazası burada yaradılsın. Yəni, günün bugünkü günü bizə Orta Asiyadan, Asiya ölkələrindən, Avropaya getməkdənsə bura gəlirlər. Həkimlər təkmilləşməyə gəlirlər. Təkmilləşdirmə kursu keçirlər. Yəni, bunun nəyi pisdir? Bu çox gözəldir. İstərsə də digər. Mən sizə inandırım ki, məsələn, necə deyim sizə, bu elə-belə olmur bunlar hamısı. Yəni, bu hamısı bizim baş direktor Cəmil müəllimin əməyinin nəticəsidir. Yəni, bu insan inanın ki, yaratsın, qursun, bu özü həqiqi onkoloqdur. Onun özünün başqa bir sahəsi olmayıb. Necə deyim, institut devrindən bu onkologiya ilə məşğul olur və ona görə də həqiqətən bu insan çox maraqlıdır ki, onkologiyada yeniliklər eləsin. Siz bayaqları bir toxunmaq istədiniz yaş həddinə. Mən dedim ki, 95 yaşına qədər. Yəni, bütün yaşlarda təsadüf etmək olur bu xəstəliyə. Amma ona baxmayaraq yenə deyirəm ki, 50 və 50-dən yuxarı yaşlarda əlbəttə ki, daha çox təsadüf olunur. Ana buna baxmayaraq, uşaqlarda da var bu xəstəlik. Bəli. Uşaqlarda da təsadüf olur. Onu elə sizdən soruşmaq. Siz təsəvvür eləyin ki, 2012-ci ilə qədər Azərbaycan Respublikasında uşaq onkologiyası yox idi. Yəni, heç mütəxəssis yox idi. 2012-ci ilə qədər son dövrdə Bakı şəhər onkoloji dispanserində 2 nəfər kimya terapevt, onlar biraz təkmilləşdilər və başladılar bununla məşğul olmağa. Amma sağ olsun yenə bizim birinci xanım, Mehriban xanım, vitse-prezidentimiz, onun və Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil müəllimin səyi nəticəsində uşaq onkologiyası klinikası tikilib istifadəyə verildi. Və Mehriban xanım özü onun açılışını etdi. Və bugünkü günə qədər uşaq onkoloji klinikası Heydər Əliyev Fondunun, Mehriban xanımın, Leyla xanımın xüsusi nəzarətindədir. Ay olur ki, Leyla xanım 2 dəfə gəlir, ziyarət edir uşaqları. Ay olur ki, 3 dəfə gəlir uşaqları ziyarət edir. Yəni, tam diqqət mərkəzindədir. Öz xoş nəzarətlərini bu uşaq klinikasının üzərindən çəkmirlər. Siz inanın ki, bax, bütün yaşlarda, uşaqlarda da, məsələn, uşaq yaşı gedir 18 yaşına qədər. Bütün yaşlarda bu şiş xəstəliklərində uşaqlarda da təsadüf olunur. Ancaq uşaqlarda çox təsadüf olunan embriyonal şişlərdir. Yəni, Rüşeyn vaxtında, dövründə təməli qoyulan şişlərdir. Onlar da aşkar olunduqda, inanın ki, 100% onlarda tam sağalmaya nail olmaq
mümkündür. Bəli, sadaladığınız Bəli. bütün fikirlərə tam olaraq razılaşır. O əslində dərin təşəkkür düşür və cəmiyyət üçün, bizim azyaşlı uşaqlarımız üçün və bu yaxınlarda da leykozdan əziyyət çəkən, qan xərçəyindən əziyyət çəkən bizim balacaların bir tədbirində iştirak etdim və onların o həyata bağlılığı, onlara olacaq dəstək, bilirsiniz, dəstək bəzən maliyyə tərəfdən daha çox mənəvi dəstək əsasında da olur. Bəli. Hiss edəndə ki, arxamızda, yanımızda kimsə var, o mücadilə və mübarizə çox rahat olur insanda. Yəni, insan özünü dayağıqlıq hiss edir. Bunun üçün də sizə xüsusi təşəkkürlər düşür. Əslində, bir onkologiyanın Azərbaycan səhiyyəsindəki rolu danılmazdır. Bizdə belə bir yanaşma var da, doktor, çox təəssüf olsun ki, bütün sahələrdə belədir. Əcnəblər təbii ki, yaxşı nə varsa dəyərləndirmək bunlar mütləqdir, amma meyillilik, təriflər daha çox o tərəfə bizdə istiqamətlənir. Bəzən özümüzdə olan inkişafı görmürük, bəzən də görmək istəmirikmi, görməyimiz işimizə yaramırmı, hansıdır bilmirəm, amma əslində çox ciddi inkişaf, müasir texnologiyaların və standartlara cavab verəcək. Əgər belə bir mərkəzimiz varsa, biz təbii ki, onu danmadan və böyük bir fəxr və qürurla danışmalıyıq, orada gedən prosesləri. Bir də siz bu uşaqların doğuşdan, anadan gəlmə, mən onu xüsusi toxunmağınızı istəyəcəm. Anadan gəlmə onkoloji xəstəliklə birbaşa dünyaya gələn, yəni bir anadan gəlmə doğuşla paralel doğulma ehtimalının olduğunu da vurğuladınız. Bunun yaranması hamiləlik dönəmində, ana dölündə, bunda olacaq hansısa bir faktorlarmı, dərman preparatlarıdırmı, bu genetik faktorun təsiridirmi? Niyə uşaq anadan gəlmə onkoloji xəstə doğulsun, doktor? Bu uşaqlarda çox təsadüf olunur. Az sayda, amma var, yəni yox deyil. Qeyd elədimdə Rüşeyn dövründə. Yəni buna da embrional şişlər deyirlər. Sadəcə uşaq dünyaya gəldikdən sonra, bunu vaxtında aşkar eləyəndə, yenə deyirəm sizə, böyüklərə nisbətdə götürəndə uşaqlarda 100% sağalmaya nail olmaq mümkündür. Böyüklərdə də mümkündür. Gəlin, mən sizə minlərlə xəstə görsədim ki, diaqnoz qoyulandan sonra 18 ildir yaşayır, 25 ildir yaşayır, 45 ildir yaşayır. Yəni, belə xəstələrimiz var. O insanların arasında bir xofdur yaradırlar ki, onkologiya diaqnozu qoyulursa artıq həyatın sonudur. Yox, onkoloji diaqnoz həyatın sonu demək deyil. Və elə lokalizasiyalar, elə diaqnozlar olub ki, əməliyyat eləmişik, deyiblər ki, bu insan ana ola bilməyəcək, bu insan ata ola bilməyəcək. Ata da olublar, Bəli. ana da olublar. Yəni, insanları belə fikirlərlə çaşdırmaq lazım deyil. Yenə deyirəm, bu xəstəlik digər xəstəliklər kimi sağalan xəstəliklər sırasına aiddir. Müalicəyə tabi olan Bayaqları mən xəstəlik. dedim, 45 il yaşayan, İnanın ki, elə xəstələrimiz çoxdular. Onu da hansı insanlara şamil etmək mümkündür? Həkim deyir ki, sabah saat 3-də burada ol, həmən xəstə saat 2-də artıq oradadır. Ancaq xəstə var ki, deyirsən ki, 6 aydan sonra müayinəyə gəl, gəlmir 6 aydan sonra, 1 ildən sonra da gəlmir, 2 ildən sonra gəlir. Demək, yaxşılaşmağa doğru gedir. Yox, yaxşılaşma olsun, biz çalışdığımız odur. Ki, bəli, pasientlərdə bu heç var. bir həkim istəməz ki, bir insanın əlində nəsə bir bədbəxt hadisə olsun. Bunu heç bir həkim istəməz. Tam doğru. Hamı istəyir ki, əməyinin nəticəsini görsün. Bir var, necə deyim sizə, fəhlədir, gedir daş işində işləyir, qum işində işləyir. O zəhmətdir, əziyyət çəkir. Axı, bu həkim də əziyyət çəkib, oxuyub. Valla inanın ki, tibb universitetində oxuyanda orada kafedralar vardı ki, onların dərsini oxuyanda adamın gözünün qarası da gedirdi. Bu da zəhmətdir, bu da əziyyətdir. Ona görə də heç bir həkim istəməz ki, onun çəkdiyi zəhmət hədər geçsin. Hamı bəhrə görmək istəyir xəstəsindən ki, sağaldı. İndi deyirsən 2 ildən sonra gəl, yox, 6 aydan sonra gəl, gəlir 2 ildən sonra artıq görürsən ki, hansısa bir fəsad var. Deyirsən xəstəyə ki, bəsaqlı səhə deyilmişdi, 6 aydan sonra müraciət elədi. Özümü yaxşı hiss edirdim, niyə gələydim? Bəli, bizdə daha çox yanaşma var. Bunların hamısını, ona görə də bu işlərin hamısının görülməyində başda, necə deyim sizə, maarifləndirmə durur. Bizim ölkəmizdə mən deyərdim ki, səhiyyə sahəsində maarifləndirmə, indi siz sağ olun, var olun ki, belə bir veriliş təşkil eləmişsiniz, sizin televiziya sağ olsun. Amma digər televiziyalarda mən deyirlər ki, həkimlər dəvət edirik çalır. Siz ixtisaslaşmış həkim dəvət eləmək tamam bambaşqa bir şeydir. Amma
həvəskar həkimi dəvət eləyib, gedib bu gün 3 ədəbiyyat oxuyub, 5 ədəbiyyat oxuyub, gəlib bununla məşğul olmaq, o tamam bambaşqa bir saat. Məsələn, sizə yenə təşəkkür edirəm. Məsələn, dəvət eləyə bilərsiniz, bir həftə mamolog uşaq süd vəzi xərçəngindən məlumat versin. Siz bayaq qeyd etdiniz ki, oktyabr ayı, bəli, biz oktyabr ayını həmişə Bakı şəhərində, sonra Gəncədə və digər bölgələrdə böyük aksiyalar keçirdik. Bizdə demək, 2 böyük bir maşınımız var, səyyar diaqnostik maşındır. Onların köməyi ilə bir müayinələrə gedirik. Bu gün də gedirik həmən müayinələrə. Yəni, xəstəliyin vaxtında aşkar olunması üçün. Siz inanırsınızmı ki, orada tək söhbət xərçəngdən getmir. Biz ağciyəri yoxlayırıq, vərəm tapırıq. Həmən xəstəni göndəririk ixtisaslaşmış müəssisəyə və yaxud digər xəstəliklər. Amma onunla bərabər yenə xərçəng xəstəliyin başlanğıc formasında aşkar edirik, 4-cü mərhələdə təsadüf olur. İlkin mərhələdə və son mərhələdə bir də təsadüfi aşkarlanmalar nəticəsində başqa xəstəliklərə də kömək etmiş olursunuz. Ona görə də bunun üçün sizə xüsusi təşəkkür düşür. Bizim növbəti reklam fasiləmiz olacaq. Qısa aradan sonra yenidən buradayıq. Reklam fasiləsi bitdi, müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, biz bugün onkoloji xəstəliklərdən danışırıq. Qonağımız isə bizim dəyərli Respublikanın baş onkoloqu, Onkologiya Milli Mərkəzin baş həkimi Azad Kərimlidir. Doktor, verilişimizin bitməsinə demək olar, haradasa bir 5 dəqiqəyə yaxın zamanımız qalıb. Bu zamanı o qədər belə deyək, dəyərləndirməyə çalışıram ki, sonda olacaq sizdən gələcək sağlam mesajın olmasını istəyəcəm. Çünki hər zaman mən vurğulayıram ki, bir fikrim var ki, hər sahə haqqında haqqı çatan insanlar danışanda gözəl olur. O zaman sağlam maariflənmə və sağlam mesajlar o zaman ötürülür ki, elmi peşəkarlığı və praktik təcrübəsi mükəmməl olan peşəkarlar danışsın. Bu sahədə həvəskar olan insanlar çox xahiş olunur, danışmayın. İnsanlarda çox ciddi çaşqınlıq yaranır. İnsanlarda qorxu xofunun da, bugün mütəxəssis seçimində buraxılan yanlışların da, baxın, istər xarici, istər yerli müəssisələrə müraciətlərdə də böyük yanlışlar var ki, sonda da bunun əziyyətini biz çəkirik. Ona görə də biz bu günlərim sizin kimi dəyərli insanı elə efirimizdə görmüşkən, sonda olacaq bu dəqiqələrdə insanlara sağlam bir mesajın verilməsini istəyəcəyik. Necə edək ki, özümüzü bu xəstəlikdən qorumuş olaq, müayinələrə nə zaman, necə gedək, nə edək, əgər əlimizdə olacaq bir şeylər varsa. Buyurun. Yenə sizə dərin təşəkkürümü bildirirəm. O ki, qaldı sağlam mesaj. Ataların bir sözü var, deyir, insan özünün həkimi olmalıdır. Heç bir xəstəlikdə birdən-birə inkişaf edib, gəlib 4-cü mərhələyə çatmır. Onlar hamısı etap-etap gəlirlər. Siz adi stomatoloqları, diş həkimini götürək və diş xəstəliklərini götürək. Biz nə vaxt diş həkiminə gedirik? Ağrıyan kimi gedirik? Yox, getmirik. Kəskin. İstər-istəməz əvvəl bir beynimizə mesaj gəlir, balaca bir sızıltı olur, hə? Bir dəfə üstündən keçirik, 3 dəfə keçirik, sonra başlayır ağrımağa, bir ağrı kəsici içirik, ağrı keçdi. Həkimə o vaxt gedirik ki, artıq səhəri dipdir, açırsan, heç bir dərman kömək etmir. Gedirik həkimə, o da deyir ki, bu iş artıq çəkilməlidir. Düzdür? Digər xəstəliklər də elə. Elə bir xəstəlik yoxdur ki, istər onkoloji, istər qeyri-onkoloji. Məsələn, bayaq siz süd vəzindən danışdınız, elədir. Biz, yenə deyirəm, oktyabr ayında həmişə keçirmişik, aksiyalar keçirmişik və qadınlarımızı başa salmışıq, düşmüşük ən böyük marketlərə, ən böyük insan axını olan yerlərə, bizim həkimlərimiz hamısı, insanları ondan sonra, mən bir söz deyim də sizə, bura gəlməkdə məqsədim özümüzü tərifləmək deyil. Bizim reklama ehtiyacımız yoxdur. Bir mənalı, tam haqlısınız. Bizim reklama ehtiyacımız yoxdur. Sadəcə demək istəyirəm ki, yəni, ey insanlar, biraz ayıq olun. Biraz ayıq olağın, hər şeyi vaxtında eləyəyin. Qadınlar, məsələn, 35 yaşından sonra ildə bir dəfə mammografiya müayinəsi keçməlidir. Nə çətinlik var burada? Sənin öz canındır da. Bir qadının süd vəzi ilə, xərçəngi ilə xəstələnməyi, siz təsəvvür eləyin ki, o bir cəmiyyətin ən ağır yeri olur. Hələ bir nəfəri deyirəm sizə.
Gəlin götürək onun ailəsi. Tam Onun doğru. ailəsinin keçirdiyi o stres, Övladları. o həyəcan, Bəli. o evladların keçirdiyi. Amma sən bir ana kimi vaxtında bunun üstünə düşsəydin, gəlsəydin, bəlkə də bu heç olmayacaqdı səndə. Ona görə də mənim təklifim odur ki, birincisi yenə sizə təşəkkür edirəm. Biz təşəkkür edirik doktor. Və bir təklifim də var ki, əgər sizin bu veriliş inşallah axarlı olsun, daimi olsun, siz tək məni yox, məsələn, bir dəfə bir mamoloq dəvət eləyin, süd vəzi xərçəngindən. Mən demirəm orada desin ki, filan müalicə. Yox, ilk simptomlarını, qadınlar nəyə fikir verməlidirlər ilkin olaraq. Və yaxud da digər mütəxəssisləri dəvət eləyin. Onlar əlbəttə ki, o sahədə məndən də daha yaxşı danışarlar. Məndən də yaxşı məlumat verərlər. Yəni, burada söhbət, bu oldu, belə gedəndə olur, bu maarifləndirmə. Bəli, bəli. Bu olur maarifləndirmə. Və insanlar da hansısa bir fayda götürə bilirlər. Bir də onkoloji xəstəlik adı gələndə mən xahiş edirəm cəmaatımızdan, xalqımızdan ki, qorxmayın, qorxmağa ehtiyac yoxdur. Yenə deyirəm, bu da digər xəstəliklər kimi sağalan xəstəliklər sırasına aid olan bir xəstəlikdir. Bəli, sırasına aid olacaq, müalicəyə tabi olan və müalicəsi olan xəstəlikdir. Burada qorxu xofunu bu qədər panikaya çevirib həyatın sonudur deməkdə biz böyük bir yanlışlıq edirik. Doktor, dərin təşəkkür edirəm sizə. O dəyərli zamanınızı ayırıb bizimlə vaxtınızı keçirdiyiniz üçün çox doğru, düzgün elmi bilikləriniz əsasında bizə sağlam maarifləndirici bugün bir saat yaşatdığınız üçün dərin təşəkkür edirəm. Milli Onkologiya Mərkəzinə, orada çalışan hər kəsə, Cəmil müəllim başda olmaqla, sizin kimi baş həkimin fəaliyyəti altında çalışan orada yüzlərlə həkim var ki, bugün həqiqətən də inamını, güvənini və etibarını cəmiyyətdə qazanıb. Hansı ki, biz bu xəstəlikdən nə qədər insan var, təbii ki, o qədər problem və xəstəliklər olacaq. Bu qaçılmaz və danılmazdır. Mən bugün bu xəstəliyə tutulmayacağam deyəcək anlayış da yoxdur. Heç kim heç nədən sığortalanmayıb. Sadəcə yaranacaq xəstəliyin vaxtında mütəxəssisə doğru seçimini edilməyimiz bizim gələcəkdə bizi ciddi fəsadlardan qorumağımız deməkdir. Bu qədər bəsit. Hər birimizə sağlam can və sağlam ruh arzulayıram. Sonunda isə bizim informasiya dəstəkçimiz Ajans Az Xəbər portalına təşəkkür edirəm ki, bizim proqramımızı məhz həmin saytda yayımladığına görə. Bugünlük bu qədər. Sabah yenə eyni saatda, eyni vaxtda görüşmək ümidlə. Salamat qalın. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları.